I think the minute you get obsessed by something, you start to learn about yourself. Christian Dior'dan sonra ilk dəfə bir dizayner həm qadın, həm kişi, həm də yüksək moda kolleksiyalarını ələ alır. Bu Jonathan Anderson'dır. Öz işgüzarlığı ilə Karl Lagerfeld'i xatırladır. 2008-ci ildə o öz brendini qurub, 2013-cü ildə Loewe brendini məşhurlaşdırmağı bacardı və 2025-ci ildə Loewe-ni tərk etdi və Dior moda evinə keçid etdi. Və elan əslində birinci kişi geyimləri üzrə idi. Sonra isə bu yaxınlarda biz bildik ki, artıq o qadın geyimləri üzrə də kreativ dizayner olacaq. Təsəvvür edin ki, bu dizayner, gənc dizayner ildə 18 kolleksiya çıxartmalıdır. Və bu sadəcə çox böyük bir rəqəmdir, amma əminəm ki, Jonathan bu işgüzarlığı ilə bunu çox yaxşı bacaracaq və çox yaradıcı, innovativ dizayner olduğunu da unutmayaq. Və Christian Dior'u yeni bir era gözləyir. Əlbəttə Maria Grazia Curie'ni də başqa bir erada gördük, qadın gücünü gördük, amma artıq tam olaraq Christian Dior üçün yeni bir era başlayır. Biz isə gözləyirik. Sans peur du lendemain, des nuits blanches qui se pendent sur les petits matins. Et la belle vie, sans amour, sans souci, sans problème. Oui, la belle